Ana dili Azərbaycan məktəbi. Yəqin ki, bu layihə haqqında bir çoxlarınızın məlumatı var. Olmayan tamaşaçılarımız üçün, şəxslər üçün qeyd edək ki, Ana dili Azərbaycan məktəbi onlayn şəkildə tədris olunur. Burada müəllimlərimiz tərəfindən müxtəlif yaş kateqoriyaları üzrə olan şəxslərə Azərbaycan dili təbliğ olunur və sevdirilir. Biz həmin o layihəyə qoşulan ailələrdən birinin qonağıyıq. Kərimovlar ailəsinin qonağı olacağıq. Görək onların layihə barəsində düşüncələri necədir və Azərbaycan dilini, dilimizi öz uşaqlarına, övladlarına necə sevdirirlər? Salam. Salam. Gəlin, buyurun, xoş gəlin. Buyurun. Necəsiz? Yaxşıyıq. Bəli, dəyərli izləyicilərimiz, az öncə də qeyd etdiyim kimi biz hazırda Kərimovlar ailəsinin qonağıyıq və ailə başçısı Səbuh müəllim mənim yanımdadır və onunla həmsöhbət olacaq. Səbuh müəllim, xoş gördük. Salam, xoş gördük, xoş gəlmisiniz. Çox sağ olun. Səbuh müəllim, ümumiyyətlə övladlarınızda Azərbaycan dilini necə sevdirirsiniz? Mən özüm uzun müddətdir ki, Polşada yaşayıram. Övladlarım doğulan gündən bəri onlarla Azərbaycanca danışıram. Baxmayaraq ki, anaları polyakdır. Çalışıram mən ünsiyyəti uşaqlarımla Azərbaycanca qurum və bunun nəticəsidir ki, uşaqlarım Azərbaycanca danışa bilirlər. Bu layihəyə necə qoşulmaq qərarına gəldi uşaqlar? Bu layihə barəsində Azərbaycandan bizə məlumat verdilər ki, belə bir layihə mövcuddur və biz qeydiyyat apardıq. Qeydiyyat nəticəsində uşaqlarımızı qəbul elədilər. Deməli, müxtəlif yaş qrupuna görə, ondan sonra bilik səviyyəsinə görə və dərs öyrənməyə başladılar. Mütəmmədi olaraq Azərbaycan dilində danışırsınız övladlarınızla? Ancaq Azərbaycan dilində danışıram. Yəni təbliğ edirsiniz Azərbaycan? Mümkün olduğu qədər təbii ki. Neçə övladınız var? 3 övladım var. Qızım Sara, oğlum Ərhan, o birisi oğlum deməli Ərən və yoldaşım Monika. Salam. Salam, xoş gəlmisiniz. Necəsiz? Yaxşı, sağ olun. Necəsən? Yaxşıyam. Və sən necəsən? Mən də yaxşıyam, çox sağ ol. Mən oxuyuram 6-cı sinifdə və Polşada, Varşavada yaşayırıq. Azərbaycan dilini sevirsən, Sara? Hə. Necə öyrənirsən bu dili? Çünki ata ilə danışırıq və qohumlarla və hələ getmişəm Azərbaycan dilinin dərsinə. Hansı dərsdir bu? Bu belə ki, kompüterdən qabağından oturursan və məndə lap yaxşı zabitə müəllimə var idi. O çox yaxşı öyrədir. Dostların var, heç Polşada Azərbaycan dostları? Bir dənə var, onun adı Ayxandır. Kim olmaq istəyirsən böyüyəndə, Sara? Həkim. Niyə həkim olmaq istəyirsən? Çünki o maraqlıdır. Sənin adın nədir? Ərxan. Ərhan. Neçə yaşın var? Bu qədər. 9 yaşın. Hə, 9. Neçənci sinifdə oxuyursan? 3-cü. 3-cü sinifdə. Azərbaycan dilini sevirsən? Hə. Necə öyrənirsən bu dili? Yaxşı. Yaxşı. Məsələn, ata ilə danışırsan Azərbaycan dilində? Hə. Orada var Ləman müəllimə hansı mənə öyrədir necə lazımdır oxumaq Azərbaycan dilində və qrammatik Azərbaycan. Sən kim olmaq istəyirsən böyüyəndə, Ərhan? Biznesmen. Biznesmen. Niyə biznesmen olmaq istəyirsən? Çünki istəyirəm çox pul olsun mənim. Sara, ən sevdiyin yemək hansıdır? Azərbaycan yeməyi. Bəli. Onda plov. Başqa? Hələ baklava. Yaşa vətən, çox yaşa. Yaraşır zəfər sənə. Alqış min kər alqış zəfəri bəxşədənə. Ərhan, sən mahnı bilirsən Azərbaycan? Hə. Oxuya bilərsən mənə? Dünya sənin, dünya mənim, dünya heç kimin. Uşaqlar, gəlin çay içməyə. Bu çay samovardandır. Samavar çayıdır. Hə. Nəyinə içməyə xoşlayırsan? Bax, buradakiların nə xoşuna gəlir?
Baklava. Baklava xoşlayırsan. Hə. Kim bişirib baklava? Mənim halam. Bomba kimi. Nəyini içmək xoşlayırsan? Mən xoşlayıram ya da həşnəysiz ya da böyürtkən mirəppəsi ilə. Böyürtkən mürəbbəsi ilə. Hə. Bəs Azərbaycan sözündə neçə A hərfi var, deyə bilərsən? 3. Afərin. Bəs Azərbaycan bayrağında neçə rəng var, uşaqlar? 3. Hansı rənglərdir? Göy, qırmızı, yaşıl. Azərbaycan bizim vətənimizdir. Biz Azərbaycanı çox sevirik.